Değerli izleyicilerim, bugün size güzel bir tane həyət evi çıxartmışım. 3 sotun içerisinde Navesli 4 otaqlı kupçalı evden gedir söhbət. Heydər Əliyev Parkının tam yaxınlığında, tam mərkəzdə yerləşir, yerləşmə yeri və daxil olaraq sizə evin daxili ilə tanış edeyim. Bəli, dəyərli izləyicilərimiz, evimizin daxilində bura həyət yanı hissəmizdir. Gördüyünüz kimi böyük bir həyətimiz var. 3 sotda yerləşir və evimiz kürsülüdür. 4 otaqdan tam təmirli və əlavə həyətdə belə bir əldamı da var. Tam təqdim elə, hamısını ətraflı göstər qardaş. Xırdalanında tam mərkəzdə yerləşir. Yerləşmə yeri çox ideal. Və daxil olaraq sizə evin daxilindən tanış edeyim. Otaqlarla keçid edək, tanış olaraq, dəyərli izləyicilərim. Bəli, dəyərli izləyicilərimiz, gördüyünüz kimi girişdə belə bir koridordur. Koridordan da otaqlara bölünür və daxil olaraq sizə burada belə bir mətbəximiz yerləşir. Mətbəxdən tanış edeyim. Gördüyünüz kimi kifayət qədər genişlikdə böyük bir mətbəximiz var və bu hissədə bizim qonaq otağı yerləşir. Burası isə evimizin qonaq otağıdır. Qonaq otağında 2 dənə böyük pəncərəsi, öz pəncərələrin hamısı qabağa açıqdır, öz həyətinə baxır. Və burada isə belə bir yataq otağımız var. Yataq otağımızın da pəncərəsi qarşısı açıqdır, öz məhəlləsinə baxır. Qismən əşyalardan qalacaq, dəyərli izləyicilərim. Çox yaxşı, gözəl yerdə yerləşir, ideal yerdə yerləşir və burada bax, belə bir yataq otağımız var. Bu hissədə isə digər yataq otağımızdır, uşaqlar üçün nəzərdə tutulur. Və keçək sizə burada sanitar qovşaqlarını da göstərim. Burada belə bir sanitar qovşağımız yerləşir. Burası digər sanitar qovşağımız. Və burası isə çamaşırxana. Kombi falan, bütün portaryuan, bütün sistemlərdə bura quraşdırılır. Hamısı da koridor sistemi iləndir, koridordan bölünür. Və gördüyünüz kimi evimiz də çox gözəl zövqlə təmir olunub.